Darıxmadım və darıxmayacağam da. Keçmişə qayıtmaq istəmərəm. Məktəbi bitirərkən mən çox sevinirdim və müəllimlər hamısı mənə deyirdi ki, Aynur, niyə sevinirsən? İllər keçdikcə elə darıxacaqsan, elə darıxacaqsan. Keçmişinə qayıtmaq istəyəcəksən, amma o imkan artıq olmayacaq. İllər keçdi, amma bir gün belə olmadı ki, məktəb üçün darıxım. Bəzən universitet üçün darıxıram, amma məktəb üçün əsla. Universitetdə bizdən nəsə tələb eləyəndə bizim hüquqlarımızı çox gözəl bizə başa salırdılar. Nəyə haqqımız var? Müəllimlər həmişə sizinlə müraciət edirdilər, oxumağa həvəs yaradırdılar. Heç vaxt qiymət aşağı yazmırdılar. Mən özəl universitetini bitirmişəm, Qərbi Kaspi gedir hal-hazırda adı. Xaricdən müəllimləri gətirirlər, hansılar ki, nə Azərbaycanca, nə rusca bir söz belə bilmirdilər. Və onlarla dil öyrənmək o qədər maraqlı və ən əsasdakı faydalı idi. Ay şortik geymisən, uzun dırnaqlar var, crop geymisən, heç kimin vecinə deyil. Əsas təhsil idi. Fərqli şirkətlər gələrək iş yarmarkasını təşkil edirdilər ki, işimizdə olsun. Çox sağ ol, Qərb Universitet oxudum, axırda bloger oldum. Və siz hansı universiteti bitirmisiniz, mütləq rey bölməsində yazın və mənə abunə olmağı unutmayın.